بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد وآله الطاهرين المعصومين الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا ولعنة الله على أعدائهم أجمعين إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. İmam-ı Zaman ağanı salavatla yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əyyam-ı Fatimiyyənin başlanğıcında Həzrət Fatimə Zəhra salamullah əleyhanı o pak xanımın sayəsində məqama çatmaq istəyən digər xanımların da ruhlarını salavatla yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mümin bu dünyada çıxılmaz vəziyyətə düşə bilər ya yox? Müsəlman insanın heç bir çarəsi olmayan halı var ya yoxdur? Bugün bizim bəhsimizin mövzusu budur. Və bugün dünyada ən mühüm problemlərdən biri sayılır. Hətta bir çoxlarının gözündə hər şeyi həll eləməyə qadir olan pul, varlı insanların, istər o varlı insan müsbət xarakterli olsun, istər mənfi xarakterli olsun, varlı insanların bir sıra çıxılmaz vəziyyətlərində kara gəlmir. Müsəlman, mömin, həqiqi iman sahibi olan insanda da bu vəziyyət ola bilər ya ola bilməz. Ümumiyyətlə baxmaq lazımdır o çıxılmaz vəziyyətlərin mahiyyətinə. Hansı vəziyyətlərdir? Nə üçün çıxılmaz vəziyyət hesab olunur? Əgər biz həmin vəziyyətləri bu dünyadakı həyat ilə araşdırsaq, bu dünya həyatında çıxılmaz vəziyyət o zaman baş verir ki, insan nəyəsə vurulur, vurğun olur. İnsan nəyəsə bağlanır. Məsələn, biri bağlanıb dədə-baba yurduna. Oradan ayrılmaq istəmir. Deyirlər, gəl şəhərdə sənə pul veririk. Deyir, gələ bilmərəm. Deyirlər, gəl şəhərdə sənə ev veririk, vəzifə veririk. Bütün problemləri həll edirik. Yox, bəl çəkə bilmir. Və əgər təsadüfən bu, həmin o dədə-baba yurdundan ayrılmalı olsa, çox çətin olur onun üçün. Çıxılmaz vəziyyət hesab edir onu. Və ya əksinə, bir nəfər gəlib şəhərə. Şəhərin dəbdəbəli, hayküylü, adam çox olan, günün heç haradan çıxıb harada batmasını bilməyə imkan verməyən həyatı bunu elə cəzb eləyir. Bunun əgər imkanı qurtarsa, kəndə dönməli olsa, bunun üçün çıxılmaz vəziyyət olur. Biri bağlanıb həyata və bu əhval-ruhiyyədə yaşayır ki, mən həmişə yaşayacam. Təsadüfən xərçəng xəstəliyinə tutulur. Bu olur onun üçün çıxılmaz vəziyyət. Bu həyata bağlanır, bax, bu istəmir ölsün. Hətta bəzən baş verir, biri bağlanır ölümə. Hökmən mən intihar eləməliyəm. İntihara imkan verməyəndə də həmin mani olanlara şiddətlə təpki göstərir. Bu vurulub ölümə. Biri bağlanır vəzifəyə. 20 ildə, 30 ildə bir vəzifədə çalışır, kreslo buna baxır, birdən işdən çıxardırlar bunu.
infakt olur görürsən. Çıxılmaz vəziyyətdir bunun. Bu dünyada çıxılmaz vəziyyət insanın bağlandığı şeylərə görə baş verir adətən. Biri bağlanıb övladına. Övlad da ölür bir gün sabahlıqdır. Bu çıxılmaz vəziyyət hesab edir özünü. Düzdür, bəzən bu çıxılmaz vəziyyətləri Əhl-i Beyt əleyhissalam da qəbul edir, görürsən, təvəssül edirsən, düzəlir filan bəsməkən. Amma bu, elə bunun vəziyyətinə görə eləmir Əhl-i Beyt əleyhissalam. Nəsə tərbiyə eləmək üçün, nəsə buna başa salmaq üçün eləyir. Dalın birinin övladı, ya xanımı, ya kimisə xəstədir, çıxılmaz vəziyyətdə təvəssül edir. Əhl-i Beytdən kimlərsə kömək edir buna, Allahın izni ilə. O elə bilir ki, mənə yazıqları gəldi. Onların yazığı gəlmir, onlar nəsə başa salmaq istəyirlər, nəsə tərbiyə verirlər. Əhl-i Beyt, ümumiyyətlə Allah Taala kimi düşünənlər, ilahi tərz təfəkkürə malik olanlarda yazığı gəlmək olmur. Qəzəb olmur, mərhəmət olmur, hikmət olur. Yazığı gəlsə, elə bir nəfər Yezid kimi yaşasa, axırda yaralansa, yıxılsa yerə, ona da yazığı gəlir. Çünki adətən insan yazığı gəlir ona. Bu çıxılmaz vəziyyətlər dünyadadır. Bu vəziyyətlərin heç biri mömin üçün yoxdur. Kimdə varsa, ya o hələ tam mömin deyil, kim mömindirsə, o bilirsə çıxılmaz vəziyyəti yoxdur. Çox amillər var ki, qoymur mömin çıxılmaz vəziyyətə düşsün. Elə iman özü. Bütün bunlardan əlavə, həm tam mömin adamın, həm də naqis mömin adamın müştərək sahib olduqları bir çıxış yolu var. Yəni, bu çıxış yolunu insan nəzərdə alsa, elə müsəlman olsa, ilahi dəyərləri qəbul eləsə, biraz da namaza, oruca diqqət yetirsə, kifayətdir çıxış yoluna malik olmaq üçün. O çıxış yolu duadır. Dua eləməkdir. Mömin adamın daim əlində bu çıxış yolu var. O Çorluxod deyilən yer var. Həmişə. Həmişə var. Qeyri-mömində bu yoxdur. Çünki Allah'a inanmış sabah dua da eləsin. O məşhur bir əhvalat var ki, bir nəfər bir yaxınlarda olub. Deyir, bir nazir imiş, vəzir imiş. Deyir ki, mən 54 dənə subut gətirirəm ki, Allah yoxdur. İndi işimiz yoxdur, subut gətirmiş, subutlarla işimiz yoxdur. Sonra nətər olursa, bu qudurğanlıqdan belə deyirdi, harımlıqdan belə deyirdi. Hər şeyi imkanında da hər şey var idi. Sonra necə olursa, Allah vurur bunun belindən, şah bunu salır zindana. 1 il, 2 il, 4 il görür, daha dözə bilmirəm. Şaha məktub yazır, sən and verirəm, Allaha məni buradan çıxart. O da deyir, əlavə bir kağıza ehtiyac duymur ki, məktubu cavab yazsın. Elə kağızın məktubunun qırağında yazır ki, hansı Allaha? Sən 54 dənə subut gətirmirdin ki, Allah yoxdur. İndi sən onu necə təvəssül edə bilərsən, necə üst tuta bilərsən? Mömin olmayanın Allahı yox ki, sığınsın, dua eləsin. Bu bir ömür deyib ki, metafiziki qüvvələr yoxdur. İndi oğlun xərçəng tutub deyir ki, ay Allah kömək elə. Və sən axı elmlər doktorusan, ateizm üzrə ki, Allah yoxdur. Allahın olmaması nəzəriyyəsinə görə pul qazanmırsan bir ömür, ad qazanmırsan. Əlbəttə, gülməli də olsa, oradan bəzilərin gəlib ilahiyyat fakültələrində dərs verirlər. Yəni, o da fəlsəfi elmdir, humanitə elmdir, bu da fəlsəfi elmdir. O baxımdan, həmin o adam ki, ateizm üzrə ilahiyyat elmləri doktorudur, həmin o adam indi ilahiyyatdan dərs verir. Bu da dünyanın o kəlləməyəllər işlərindən biridir. Amma mömin adam üçün çıxış yolu həmişə var, o duadır. Dua daim çıxış yoludur. Mən bir neçə hədis deyim, amma hədislərdən əvvəl istəyirəm duanın da mahiyyətinə biraz varaq. İnsanın ümumiyyətlə istəkləri bir neçə yerə ayrılır. Bəzən insan elə bir şey istəyir ki, nəinki Allahdan, ya onlar Allahın izni ilə Əhl-i Beytdən, ya ümumiyyətlə metafiziki qüvvələrdən,
ümumiyyətlə o biraz özü hərəkət eləsin. Məsələn də biri gilas yemək istəyir. Deyir, ay Allah, mənə gilas yedir. Gez bazardan al da, məsələn. Bunu dua eləməzlər ki. Bu bir növ istəklərdir. Bəzən insan tənbəlliyindən Allaha dua eləyir. Allah eləyəydi, mənim 100.000 pulum olaydı, evim olaydı, maşınım olaydı. Buyur, get qazan, cəmaət necə 10 il, 20 il əziyyət çəkir. Sən də əziyyət çək, qazan. Bəzi istəklər isə böyük istəklərdir. Amma insan o istəklərin ələ gəlməsində tək Allaha ümidvar deyil. Elə ürəyinin dərinliyində deyir ki, indi işte Allah eləməsə də filan kəs eləyər. Ya ümid yeri var, çarə kəsilməyib. Hələ gözləyir, hələ müntəzirdir. Onların da Allah Teala tərəfindən qəbul olunması çətin məsələdir. Allah Teala o duaları qəbul eləyir ki, Allahdan başqa bütün ümid yolları kəsilmiş olsun. Onu da məsləhət bilsə. Onu da görsə ki, bu bəndəyə, bu kömək eləmək lazımdır. İndi kimsə etiraz edə bilər ki, niyə Allah bu fərqi qoyur ki, niyə məsələn hamı dua eləsə qəbul eləsin də. Mən bu sualın o biri tərəfindən sual verirəm. Məhər Allah qəbul eləməsə nə baş verəcək ki? Ölüm Allah Teala üçün bu təbii şeydir. Biz bu dünyaya bağlandığımız üçün təbii hesab etmirik ölümü. Və hətta həzm edə bilmirik bu məsələni ki, Allah Teala həyat deyəndə əbədiyyəti nəzərdə tutur, ölümə qədəri yox. Birinin oğlu məsələn xəstədir. Həkim deyib ki, 2 ildən sonra öləcək. Bunun da həyatı darmadağındır. Bilmək olmaz, bəlkə özü 1 ildən sonra öləcək. Sadəcə olaraq buna həkim deməyib. Bilmir. Filan kəs sağ olsun, ölümdən qayıtdı, apardı, operasiya etdirdi, 10 il yaşayacaq bundan sonra. Yenə ölümdür də. Düz deyə bu formal işlər çox xeyirlidir. Amma insanın fəlsəfi baxımdan bağlanmağı çox gülünc görünür. O vaxt kiminsə ölümdən qayıtması dərin məna kəsb edərdi ki, insan əbədi yaşasın bu dünyada. Hə yaxşı, o öləcək 10 ildən sonra, mən 25 ildən sonra. Doğrudan dərindən fikirləşəndə nə qədər ömrümüz qalıb ki bizim? Yəni ki, burada oturmuşuq biz 20-30 nəfər, hamımız eyni vaxt öləcəyik. Hökmən bəzilərimiz tez, bəzilərimiz gec öləcəkdən. Deməli, Allah Teala adlı həkim bizə deyir ki, məsələn, sənin 20 ilin qalıb, sənin 30 ilin qalıb, sənin 1 günün qalıb, sənin 5 ilin qalıb, sənin 50 ilin qalıb, sənin 100 ilin qalıb. Bunu da nəzərə almaq lazımdır. O dua qəbul olunmayanda Allah Teala'ya qarşı üsyan qaldırmaq lazım deyil ki, niyə olmadı? Hə, olub nə olub ki, yox? Ona görə Allah Teala'nın yazığı gəlmir, hikmətlə qərar verir. Əgər birindən, məsələn, 5 il ömür yazılmışdı, dua eləyib onu 15 il eləyirsə, ona görə eləmir ki, yazıq da qoy buna biraz həyat verim. Ona görə ki, 15 ildə nəsə gözləyir ondan. Səbəbi var, hikməti var. Bu birini də tez öldürürsə, hikməti var. Dua haqqında bir neçə hədis yazmışam burada. Bu hədislər duanın müəyyən bucaqlardan mahiyyətini çatdırır insana. Əvvəla dua eləmək özü nədir? Doğrudan hamı bacarır bunu. Doğrudan məsələn elə burada oturanlar özümüzdən danışaq. Hamımız dua eləməyi bacarırıq necə lazımdır. Doğrudan bəzilərimizin işi, bəzilərimizin məsələn ticarəti, bəzilərimizin mollalığı, bəzilərimizin dərsi, bəzilərimizin fəhləliyi imkan verir biz dua eləyək Allah Teala'ya, oturub 5 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, yarım saat Allahla danışaq. Ay Allah, mənə kömək elə. Doğrudan o dostu ki, çağırırsan ki, bizə dərdim çoxdur, sənin üçün danışım. O dərdi Allah üçün danışırsan, danışıram. Gedib filan kəsə zəng gəlsən ki, filan kəsə, sənin nə işin var, nə olub? Bir tane problem var ki, onu necə həll edirik. Doğrudan onu Allah Teala'ya deyirik. O ruh, dua etmək ruhu peyğəmbərlərin, imamların ruhu idi. O ki, biz onların həyatında oxuyuruq, vaxt tapan kimi qaçırdılar ibadətə. Musa peyğəmbər dedi 40 gün Allah'ın danışmağa, 40 gün. İmam Kazım əleyhissalam hələ gördülər zindanda namaz qılır. Əli əleyhissalam gecə münücət namaz qılırdı. O dua ruhuydu. Onların tək vaxtlarının mənusu Allah Teala idi, ənisi Allah Teala idi. Doğrudan o dua ruhu hamıda var. Əgər hamıda yoxdursa,
Ya ən azından əgər hamıda eyni səviyyədə deyilsə, deməli nemətdir o. Hər kəsə verilmir. Doğrudan ağlayıb, sıtqıyıb dua eləmək şərəfdir, ya dua eləməmək şərəfdir. Lovğalıq şərəfdir. Peyğəmbər sallallahu buyurur, insanların ən acizi dua etməyi bacarmayandır. İnsanların ən aciz insan o insandır ki, dua eləməyi bacarmır. İndi ya vaxt tapmır, ya hal tapmır, ya iradə tapmır. Hər halda dua eləmək o işlərdən deyil ki, bir gün qalsın sonra eləyərəm. Hər günün duası həmin gün üçün müəyyən neməti, xoşbəxtliyi gətirə bilər. Yaxşı, məntiqi baxımdan ölçək, niyə insanların ən acizi duadan da aciz olandır? Çünki dua namazdan da asandır. Dua hər şeydən asandır. Dua budur, ay Allah mənə kömək elə. Səhərdən axşama kimi minlərlə söz danışıb laqqırtı vururuq. Onlardan bir xırda kəsib Allah Teala'nın danışmaq. Bunu da bacarmıramsa məndən aciz adam yoxdur. Bizə bəlkə də xırda görsənir, dua etmək nədir axı dua? Ay Allah kömək elə, ay Allah kömək elə. Hə, 1000 dəfə dedim gündə. Gör deyə bilirsən. Peyğəmbər sallallahu buyurur, ən aciz insan dua etməyi bacarmayandır. Əleyhisselam buyurur, yer üzərində Allah Taala'nın ən sevimlisi, Allahın ən çox sevdiyi şey duadır. Yer üzərində Allah Taala'nın ən çox sevdiyi şey duadır. Ki, onun kulminasiya nöqtəsi namazdır. Namaz ərəblər nə deyir? Salat. Salat, yəni dua. Sonra namazın termini olaraq qəbul olunub. Salat yəni dua. Namazın içi dolu dua ilə. Ümumiyyətlə, bəzi namazlar var, duadan başqa bir şey deyil. Məsələn, meyit namazında rükû səcdə yoxdur, ancaq duadır. Vacibi namazdır. Allah Taala'nın yer üzərində sevdiyi ən gözəl şey duadır. İmam Sadiq Aleyhisselam duanın nə qədər bacarığa malik olmasını bizə açıqlayır. Buyurur, dua elə və demə ki, keçdi getdi. Bir iş var idi, bütün maddi səbəblər baxımından ləğv olub iş. Məsələn, biri məni çağırmış ki, bir iş təklif eləsin. Saat 10'da görüşməydim oyla, maşın gedişdi, marşrut gedişdi, 11'də getdim, çatdım ora. Dedilər, rəis də yoxdur, bir gün gəlməyib, sabah da gəlməyəcək. Bütün amillər baxımından işim düzəlmir. İndi dua eləməyin nə xeyri var? İmam buyurur ki, dua elə və demə ki, qurtardı, getdi. Allah Taala'nın yanında bir məqam var, ona yalnız dua ilə çatmaq olar. Yəni, elə şeylər var ki, duadan başqa amili yoxdur. Elə nailiyyətlər var ki, ona oxumaqla, daydayla, pulla, filanla keçmək olmur. Ancaq dua ilə keçmək olur. Məsələn, İmam Hüseyin Aleyhisselama yuxuda Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, dedi ki, oğul, sənin üçün Allah Teala bir məqam yazıb, o məqama şəhadətdən başqa heç neylə çata bilməz. Bəzi nailiyyətlər də var, məqamlar da var. O məqamlara duadan başqa heç neylə çatmaq olmaz. Bəlkə də bütün amillərin aradan getməsi duaya yol açmaqdır. Elə bil ki, sənin böyük bir qohumun var. Böyük vəzifədə işləyir, daha hər iş əlindən gəlir. Sənin də yadından çıxıb o. Başlamışsan, o qonşu əl açırsan, bu dost əl açırsan, o birinə, bu birinə, bir ay, bir il, 5 il, axırı biri deyir ki, ay kişi, nə olub sənə? Sən o filan, məsələn, xalı oğlun harada işləyir? Deyirsən, aydat, mən bu vaxtdadır ondan soruşmuram, ondan istəmirəm. Bütün bunlar ola, bunları rədd edirsə, gedirsən onun yanına. Dua belə bir şeydir. Bəzi işlər var ki, bütün amillər təsirsizdir, ancaq dua ilə olmalıdır. Bəlkə də bütün amillərin aradan getirməsi, bəlkə də deyirəm, bəlkə də deyil, ha? Bunun da ayə var. Allah Teala buyurur, biz bəzi bəndələrimizi mənəvi və maddi sıxıntılara salırıq ki, gəlsinlər bizdən istəsinlər ağlaya-ağlaya. Yəni, bəzi nailiyyətlərin çarəsi ancaq duadır. Əleyhisselam buyurur, Allah Teala İsa aleyhisselama, İsa ibn Məryəmə vəhy elədi. Bəni İsraildəki
əyan əşraflara de. Nə qədər ki, sizin hər hansı birinizin boynunda hər hansı bir insanın haqqı var, bəndələrindən birinin haqqı var, yaratdıqlarından birinin haqqı var, mən sizin dualarınızı qəbul edəməyəcəm. Heç birinizin duasını qəbul edəməyəcəm. Burada söz ilişir bilən kolluğa. Ümumiyyətlə, insan haqqı deyəndə, haqqunnas deyəndə nə nəzərdə tutulur? Bəli, çobud haqqünnaslar var. Birinin malını uğurlamısan. Birinin, məsələn, nəsə eləmişsən, pulu gəlib əlivə. Məsələn, qulaq atıb insan birinə. Və s. və ilə. Belə şeylər çobud haqqünnaslar. Bəzi haqqünnaslar var, əziz möminlərin bəziləri ona haqqınnas hesab eləmirlər. Məsələn, faizə pul yığmışam. İndi də tövbə eləmişəm. Deyirəm, mən tövbə eləyirəm. Bundan sonra nə qədər canım var, pulum var, malım var, İslam'a xidmət eləyəcəm. Amma pul mənim deyil. Yalan deyirəm. Ya bilmirəm, yalan danışıram. Ya da bilə-bilə cəmaatın yüzünə kürüfürürəm. O, Allah rəhmət eləsin, Bəhluldanəndə gəldi, gördü Harun Nəzrəşid yemək yeyir. Dedi ki, Harun, yeməyin qaydalarını bilirsən? Dedi, hə. Dedi, hansıdır? Dedi, yeməkdən qabaq əli yumalısan. Dedi, onu demirəm. Dedi, yeməkdən qabaq bismillah deməlisən. Dedi, onu demirəm. Dedi, tikəni balaca-balaca götürməlisən. Dedi, onu demirəm. Dedi, çox çeynəməlisən. Dedi, onu demirəm. Dedi, 3 barmaqla yemək yaxşıdır. Dedi, onu demirəm. Dedi, öz qabağından yeməlisən. Dedi, onu demirəm. Dedi, yiyəndən sonra əlhəmdülillah deməlisən. Onu demirəm. Əlvi yumalısan. Onu demirəm. Bəs nəyi deyirsən? Dedi, hə, yeməkdən qabaq baxmalısan. Bu sənindir ya sənindir. Bu yemək yiyirsin, gör sənindir ya başqasınındır. Yığmısan faizdən, araqdan, çaxırdan, ondan, bundan tövbə eləmişsən. Nədən? Tövbə eləmişsən ki, ilahi, bura qədər bəsdir, bundan sonra belə yaşayacaq. Yox, tövbənin mənası budur. Bura qədər nə var idi, düzəldirəm, sonra başlayıram bundan belə yaşamağa. Amma bu tövbə bu olur ki, bura qədər gəldim, məndən işin olmasın. Deyirlər, ya Rəsulallah, biz bir şəkildən gəlirik, sənə iman getiriyor. Kasb-küsü bu qova tərəfə, biz gələsən ətrafı. Məhkəmə işlər deyilir. Biz gələydi ətrafı. O biri peyğəmbərlər deyiblər. Davud peyğəmbərin dövründə ki, Talutu seçdi Allah Teala. Deyirlər, bunu niyə? Bizim varımız, dövlətimiz, Allah Teala bizdən kasb oğlanı seçdi. Həmin məsələdir. İndi bura qədər gəlmişəm, mənə dəymə bundan sonra belə şey yoxdur. Görsən, mömindir. İmkanı da Allah bərəkət versin, var. Amma hər şey, hər imtihandan da çıxır. Bu saat deyilsin, İslam'a canın qurban eləyər. Məsələn də nəzəri baxın, nələ bilinmir əməldə necə olacaq. Namazı hamıdan çox qılır, ağlaya-ağlaya. Cümə, cəmaat, heç birini tərk etmir. Oruç tutur, cəmaat, məsələn, molla 2 ay tutanda o tutur 5 ay. 1 il boyu oruç tutur. Xumsun adı gələndə həmin məclisdə bu olunur. Xums söhbəti bulunur deyil. Güya ki, buna Allah Teala xüsusi bir iman lütf eləyib. Xums içində yoxdur onun. Allah Teala belə tövbə demir ki. Allah Teala belə tövbəkarı sevmir ki. Allah Teala belə tövbəkara Quranda salam vermir ki. Demir salamu aleykum, xoş gəlmişsən, tövbə eləmişsən. O faizdən yığılan pul da haqqınnas, cəmaatın haqqıdır. Onu sən yiyəsinə qaytarmalısan. Ən azından səndə olmamalıdır. O araq satımsan, o da sənin deyil. Haramdır. O ki, aldatımsan, o da sənin deyil. O ki, oğurluq maldır, gəlib əlivə, gelib bir dənə 100 minlik maşın almışsan, məsələn. Pul uzadı vermişsən, hər şey qaydasında, indi ailə ilə gəzməyə çıxmaq istəyirsən, sən geri deyir ki, oğurluq malı idi bu. Cəhənnəm olsun, mən maşını qaytarmalısan. Qaytarmasın, sabahları, məsələn, avariyaya düşəndə Allah duanı qəbul edəməyəcək. Boynunda haqqınnas var. Bu maddi baxımdan, mənəvi baxımdan da çoxdur. Allah rəhmət eləsin, Mələki Təbrizidir. 7 il nə qədər mərhum Molla Hüseynqulu Həmədaninin yanında tələbə işlədim. Tələbə qaldım, irfan tələbəsi. Vilayət, övliyaullah olmaq üçün. Nə dedi elədim.
Gördüm elə, qabaq necə namaz gördüm, elə qılıram. Qabaq necə hallardaydım, elə hal. Əzab içində, axır deyə gəldim ağa yanına, dedim, ağa, mən neyniyim axı da? Mən neyniyim ki, düşüm o xəttə, sirat-ı müstəqimə, aparsınlar, oradan da cəlb eləsinlər. Elə bil ki, mən gəlib qapını deyirəm, qapını üzümə açmırlar. Elə mən ancaq döyürəm, 7 il döyürəm, tak, asan yoxdur. Dedi, get Təbrizə, sizin ailə ilə, filan ailənin arasında küsülülük var. Ged onların kümündünü al, gəl. Mən də yəqayətdim, gəldim Təbrizə kəndimizə, həmin evimizə, obamıza. Etdim, onlardan üzr istədim, barışdım, halallıq istədim, ayaqqabılarını da cütlədim, elədim. Qayıtdım, gəldim, gördüm, artıq başqa adam olmuşam. Bir dənə xırda əməl, heç bu ikisinin də günahı deyil deyə bəlkə. Amma onlar fikirləşirdi ki, budur Mələk Təbrizi deyirlər, budur, bizim filan kəsin oğludur bu. Haqqındasın xırda bir detalı insanı bu məsələyə biraz diqqət yetirin. Xırda bir dənə detal, xırda bir mikrob, xırda bir amil nə boyda xoşbəxtliyin qarşısını alır, nə boyda insanları yıxır. Bir dövlətin içində xırda, belə bir çətçi bir dənə satqın, nə boyda ziyan vura bilir. Döyüşün ortasında xırda bir dənə əmraz 20.000 insanı yoldan çıxart. Bircə nəfər. Xırda bir dənə haqqınnas, insan haqqı, başqasının haqqı, insanın əbədi xoşbəxtlikdən saxlayır. Odur ki, İsa aleyhisselam Allah dedi ki, bunların nə qədər ki, haqqınnas var boyunlarında dualarını qəbul edəməyəcəm. Bəzən də, mən xahiş edirəm, bəzi insanları ideala çevirməyək. Filan kəsin beləliyinə baxma, eləliyinə baxma, o bir işinə baxma, çox mərd adamdır. Bunun harası mərd oldu? Bu yeyir, talayır, dağıdır, sənə bir dənə salam əleykum deyib. Mərddir bu. Bəzi yalancı ideallar yaradırlar. Filan kəs, məsələn, mən işim yoxdur ya, onların içində yaxşı adamlar da az deyil. Amma filan kəs var idi, 20 il yatmışdı. Bilirsən nə oğlan idi? Mən deyim bir dənə nə oğlan idi. Bir dənə söz deyim mən nə oğlan idi. O oğlan bir ömür orada qumar oynayıb. Belə oğlan idi. Mən qumar dedim, özünüz bilirsiniz başqa nələr olub orada. Heç olmasa dindarların içində yalancı ideallar yaranmasın. Dindarların içində yalancı ideallar yaranmasın. Nəhayət, Allah Taala'dan nə istəsək məsləhətdir. Onu bu gecənin şəhidəsindən soruşaq. Xanımın duasını deyirəm inşallah. Rəhmətimi rəf eləyirəm. Xanım belə dua eləyərdi. Allahümmə bi'ilmikəl gayb. Həzrət Fatimə Zəhranın duasıdır. İlahi, səni and verirəm elmi qeybivə. O ki, hər şeyi bilirsən, o elmivə. Və qudrətikə aləl xəlq. Sənə and verirəm yaratmaq qüdrətivə. Əhyini ma alimtəl həyatə xeyrənli. Nə qədər ki, yaşamağı mənim üçün xeyirli bilirsən, mənə o qədər yaşat. Bəhbə, duaya bax. Nə qədər ki, yaşamaq mənim üçün xeyirli yaşat. Bizim əqidəmiz budur ki, nə olur olsun yaşamalıyıq. Xanım deyir, yox ilahi, nə qədər ki, yaşamaq mənə xeyirdir, ağıllı sözdür də. Yaşamaq mənə ziyandırsa, mən niyə yaşamalıyam? Zordan özümü alladım, deyim ki, hə, nə olur olsun yaşayayım, istər istəməz öləcəm də mən. 5 il gec, 5 il tez. Ölməliyəm də əvvəl axır. Deməli, xeyirlisi lazımdır mənə. Madam ki, mən 5 ildən sonra ölsəm, yaxşı olacaq, əbədi xoşbəxtliyə çatacam. 15 ildən sonra ölsəm, əbədi bədbəxt olacam, hansı xeyirlidir bunun? Təbii ki, azı xeyirlidir də. Amma o ruha çatmaq üçün Həzrət Zəhranın keçdiyi yollar keçmək lazım. Deyir, ilahi, nə qədər ki, həyatı mənim üçün xeyirli bilirsən, yaşat. Və təvəffəni idə kanətil vəfatü xeyrənli. Elə ki, ölüm mənim üçün xeyirli oldu, ilahi, məni öldür. Bu cəsarətli duanı demək Zəhranın şənindədir və onun yolun gedənlərin. Hasan gördün, həyat mənim üçün xeyirlidir, mənə elə həyatı davam elətdir. Hasan gördün, ölüm mənim üçün xeyirlidir.
Mən o adamlardan deyiləm ki, nə olur olsun yaşamaq istəyəm. Mən o adamlardanam ki, yaşamağın mənə xeyri varsa yaşamaq istəyirəm. Olmasa yaşamaq istəmirəm. Peyğəmbər sallallahu sonra deyirlər Həzrət ehtizar halında, can verən halda Həzrət Zəhra sallallahu çox bitablıq eləyirdi, çox narahat idi, həddindən artıq. Mən bir müəllimə bunu sual verdim ki, axı insanın valideyni öləndə, yaxın öləndə deyiblər ki, çox cəzəfəzə eləməyin. Və Həzrət Zəhra niyə belə eləyirdi? Dedi ki, Həzrət Zəhranın valideyni ölmür deyib, behişt ki, biz can atırıq, o behiştin padişahı gedirdi yanından. Behiştin məqamlarından biri Peyğəmbəri görməkdir. Həzrət Zəhra bu məqamdan məhrum olurdu, ona görə ağlayırdı. Behiştin bir məqamı uzaqlaşır, müvəqqəti də olsa. Peyğəmbər sallallahu çağırdı, bir söz dedi, Həzrət Zəhra güldü. Dedilər, xanım, niyə güldün? Buyurdu ki, Peyğəmbər dedi, mənə ilk qovuşan sən olacaqsan. Amma təbii ki, Həzrət Zəhra bilirdi, bilmirdi, bəlkə də bilmirdi, necə olacaq o qovuşmaq. Hansı formada? Kimlər maildilər ki, Peyğəmbər nəinki özü, heç nişanəsi də qalmasın burada. Ələ la'nətullahi aləl qavmiz zalimin. İnşallah Həzrət Zəhranın gizlin qəbrinin yerini bilən ağanın zuhurunun tezliyinin laf tezləşməsi üçün Peyğəmbərə salavat göndərək. Allahümmə salli alə Muhammed ali Muhammed. Bismillahirrahmanirrahim.